Herkese salam. Dünəndən bəri mənə yazan bütün izləyicilərimə, tamaşaçılara, kollegalarıma təşəkkür edirəm. Mənim üçün narahat olmusunuz, qayğıma qalırsınız, şərhləri də oxuyuram. Çox sağ olun. Belə bir hekayə çəkmək istəməzdim, amma məcburam. Çünki hər 2-3 ildən bir bu mövzu gündəmə gəlir. Köhnə bir mövzunu yenidən gündəmə gətirən əziz, dəyərli jurnalistlər, sayt rəhbərləri. Məqsədiniz bəllidir. Reyting, baxış sayı yığmaq. Amma bütün bunları edəndə mənim nə hisslər keçirdiyimi heç anidən olaraq düşünürsünüzmü? Qaysaq bağlamış yaramı niyə qaynadırsınız hər dəfə? Siz baxış sayı yığacaqsınız, bir gün, 2 gün unudulacaq hər şey. Amma əziyyət çəkən mən, psixoloji travmalarımı hər dəfə niyə yadıma salıb gözümə soxursunuz? Axı bundan önəmli